Katrina Şerikin içki ilə bağlı olan məsələsini sizə danışdım, amma içkini tərk edə bilməyən, elə bu səbəbdən də gülünc vəziyyətə qalan bir sıra Hollywood ulduzu var. Sonuncu belə halla isə aktrisa Cameron Diaz qarşılaşıb. Victoria Beckham'ın ardınca Hollywood ulduzu Cameron Diaz özünü ictimaiyyət qarşısında biabır edib. David Beckham'ın həyat yoldaşı bir müddət əvvəl Londonda mağazanın açılışının ildönümü münasibəti ilə keçirilən şənlikdə həddindən artıq spirtli içki qəbul etməsi ilə qalmaqal yaratmışdısa, bu dəfə Cameron onun dırnaqarası qəhrəmanlığını təkrarlayıb. O, gecə saatlarında Los Angeles'ın məşhur restoranlarının birinin qapısında peyda olarkən güc bəla ilə özünü ayaq üstə saxlayıb. Həyat yoldaşı içkili aktrisanı qayğılı şəkildə maşına qədər müşayiət edib. Amma buna baxmayaraq Diaz'ın bədəni ayaqlarına ağırlıq edib və aktrisa az qala səkinin üzərinə yıxılıb. Ərinin sayəsində ağır xəsarətdən qurtulsa da bu onun heç də ürəyincə olmayıb. Belə ki, paparazzilər onun bu cür aciz vəziyyətdə şəkillərini çəkiblər. Cameron Diaz yanvar ayında ailə həyatı qurduqdan sonra ictimaiyyət qarşısında nadir hallarda gözə dəyirdi.